Salam, yeni vloga hoş gelmişsiniz. Bugün sizinle birlikte konserte gideceğiz. Bildiğiniz gibi Kisu, yani Karyalı Aydın artık Bakıdadır. Ve bugün onun konserti nihayet ki baş tutacaq. İndi bəzi işlərim var, onları həll etməliyəm. Hal-hazırda yoldayıq, gedirik çamadan alaq. Çünki daha önceki çamadanları sağ olsunlar avia şirkətlər möhtəşəm yenə qoyublar. Tez-tez səyahət edən biri olaraq çamadanların nə qədər vacib köməkçi olduğunu anlayıram. Xüsusən də bu son bir ildə demək olar ki, hər ay minimum bir, bəzən də daha çox ölkələrdə oluruq. Buna görə keyfiyyətli çamadana ehtiyacımız var idi. Əsasən də son 2 səfərimizdən sonra çamadanlarımızın nə günə qaldığını gördüyümüzdə qərar verdik ki, tam keyfiyyətli bir çamadana ehtiyacımız var. Əsas kriteriyaları dəst şəklində olacaq, çəhrayı və keyfiyyətli bir çamadan idi. Təəssüf ki, əl yükünə planşet qoyulacaq çamadanlar bitmişdi. Ona görə gördüyünüz ən son bu dəstə əldə etdim. Parıldır, qəşəngdir. Şəhərimiz həqiqətən çox qəşəngdir. Hərdən artıq acam gəldik yemək-yemə. Əslində salona getməliydim, amma baxımdan çatdırmıram. Buna görə dedik ən yaxşısı bunu ertələyək. Ən sevdiyim İskəndər. Nuş olsun. Çox sənin olsun. Artıq evdəyəm. Biraz yorğunam. Biraz deyənə ki, biraz çox yorğunam. Əslində yaxşı olardı biraz istirahət eləyim, uzanım. Amma vaxt yoxdur. Konsertin özünə 3 saat qalıb. Qapıların açılışına 2 saat. İndi saat 4-dür. Biz orada saat 6-da olmalıyıq. Və 6-da olmaq üçün mən 5-də çıxmalıyam. 5-də çıxmaq üçün indi artıq hazırlanmağa başlamalıyam. Çünki ən azı 1 saat vaxt lazımdır hazırlaşmağa. Amma idealda bugün 1 saat, yarım 2 saat. Çünki saçıma nələrsə etmək istəyirdim. İndi əsas geyimimi seçim, sonra görüm saçıma nə çatdıraramsa edərəm. Əslində ad günümə İbrahim hədiyyə almışdı Dyson. Onu hələmdə demək olar işlətməmişəm. Bir dəfə onunla düzləşdirməyə çalışmışam. Belə ancaq quruduram. O Dyson qalıb orada işlətmirəm heç. Ona görə heç olmasa dedim belə tədbirlərdə falan evdə olmuşkən niyə də etməyim. Əslində həvəsim var. Bugün çox istəyərdim belə qəşəng bəzənim, geyinim, keçinim, gedim. Görək vaxt bizə bunu icazə verəcəkmi. Bu da nədən asılıdır? Mənim tez geyim tapmağımdan. Əslində rahat bir şeylər giymək istəyirəm, amma həm də gözəl görünmək istəyirəm eyni zamanda. Bəziləriniz qeyd etdiniz ki, siz də orada olacaqsınız. Instagramdan soruşmuşdum. Konsertdə maraqlı keçəcək, inanıram buna. Bəzi izləyicilərimlə də görüşəcəyik və tələbələrimdən də bəziləri orada olacaq. Ona görə super, yadda qalan bir gün olacağına əminəm. İndi gedək hazırlaşaq. Hazırlaşaq deyəndə ki, mən hazırlaşım, sizinlə də bunu bölüşüm. Belə daha doğru olar. Deməli, bizim dərsimiz görək hansı başlıqlardan istifadə edəcəyik. Deməli, başlıqlarımız bunlardır. Görək indi hansı işimizə yarayacaq. Adətən bunu istifadə edirəm sadə qurutmaq üçün. Amma bu həmçinin də hansı saç düzümü etdikdən sonra sabitləyici mi deyim, yoxsa belə vız saçları yatızdırır da. Bundan istifadə etmişdim ya bundan. İkisi də oxşuyur. İndi görək, vaxt da çox azdır, çox hayf. Deməli, indi hal-hazırda saçlarımın halı belədir. Çünki yığmışdım tam da buruqları. Bilirdim ki, onsuz da buruq qalmayacaq. Səliqəli şəkildə yıxmamışdım əslində. Adətən çalışıram buruqları dəyməyim. İndi çox güman ki, biraz su eləyəcəm. Deməli, saçlarım indi nəmdir. Görək nə edirik. Gərək hissələrə ayırım və çox güman ki, bundansa bu daraqlardan birini istifadə etməliyəm. Deməli, bu başlıqla üstdən elədim. Biraz daha düzəldi, amma yenə də həmin o vız kimi qalır. Ona görə baxacam nə edirəmsə. O bir başlıqdan baxaq nə olacaq. İndi bu başlığı yoxlayaq. Ümid edirəm ki, düz eləyirəm. Çünki burada
iki funksiyası var. Biri içə, biri çölə. Amma tam bilmirəm hələ hansı-hansıdır. Saçım da indi hal-hazırda çox pis gündədir. Ondan sonra öz saçım qalardı. Ümid edirəm ki, 5-10 dəqiqə içində düzəldərəm və çıxaram evdən. Hə, deməli, birinci çətin idi. Bilmirdim tam necə idi. Amma indi bir səmtini tutdum. Baxın, aşağılardan belə başlayırsınız. Özü yapışır. Belə-belə yuxarıya qaldırırsınız. İndi onu göstərəcəm. Və burada iç tərəfə var və çöl tərəfə. Sadəcə yoxlayıb biləcəksiniz ki, bu tərəfdən külək vurur ki, bu tərəfə yapışır, yoxsa bu tərəf eləyəndə də külək elə vurur ki, buradan gəlir. Baxın. Deməli, son olaraq outfitim budur. Yəni tam olaraq hələ make-up etməmişəm. Maşında edəcəm. Sırqalardan da bilmirəm, birini belə, birini belə taxım mı? Yoxsa ikisini də eyni taxım. Maşında artıq qərar verəcəm. Əsas özüm razı qaldım, bəyənirəm özümü hal-hazırda və sırğanı da belə saxlamaq qərarına gəldim ki, daha maraqlı olsun. Bu da İbon ideyası idi. Gəldik, çatdıq. Gedək içəriyə. Kisi ve Çaça'nın ürünleri performansını izleyeceğiz. Hello guys. Hello, nice to meet you. I am Gisu. Hello, Azerbaijan. Hello, Baku girls. Hello. Are you ready? Are you ready? Are you ready? I want to be your I can be your Hello guys, nice to meet you. My name is Gisu. You're from Azerbaijan, right? Yeah! Sunny Sagram. Hello, nice to meet you. I am Gisu. I'm from South Korea singer. Do you know me? Can you speak English? Can you speak Korean? Yes? Who is speak Korean? 진짜? 야, 한국말 할 수 있는 사람이 있다고 하니까 옆에 있는 친구들한테 제가 뭐라고 하는지 잘 전달해 주세요. 알겠죠? 귀여워. 오늘 제가 Hey, my time. 오늘 멋지게 공연할 테니까 여러분들 즐겨주시기 바랍니다. Yes!
sizə Kisunun kim olduğu haqqında ümumi məlumat verim, çünki bir çoxları onun kim olduğunu heç bilmirdilər. Amma buna baxmayaraq Azərbaycanda belə bir tədbirin keçirilməsi bir ilk idi. Yəni Koreyalı idolun Bakıya gəlib burada konsert verməsi ilk dəfə idi və ona görə Koreya fanlar onu heç tanımasalar belə birlik nümayiş etdirib bu tədbirdə ona dəstək oldular. Baxmayaraq ki, konsert biletinin qiymətləri böyük endirimlərə də düşmüşdü. Hətta 50-60% endirimə düşmüşdü. Gözləniləndən daha az adam gəlmişdi. Amma yenə də çox maraqlı və əyləncəli vaxt keçirdik. İndi isə keçək Kisu kimdir sualına. Tam olaraq adı Chae Kisudur. Yəni Chae onun soyadıdır. Əslində daha öncə 24K qrupunun üzvü olub, yəni K-pop qrupunun vokalist olub, həm də vizual kimi tanınırdı. İndi isə solo fəaliyyətə keçib, YouTube-da cover olaraq mahnılar paylaşır və həmçinin də daha çox ballada stilində mahnılar bəstələyir. I'm sorry. I'm sorry, I love girls. I don't want to marry you. Would you marry me? Yes! You know, in Azerbaijan, first foreign singer is me, right? So special for me, so special. What is Azerbaijan language best friend? Huh? Yakın olsun. Yakın olsun. Yakın olsun, right? Yakın olsun. Okay. Yakın olsun. You're my yakın olsun, right? Burada isə sual verir ki, nəyə görə Azərbaycanlı qızlar bu qədər gözəldilər? Təbii ki, bu çox xoş idi və deyir ki, yeməyə görə, havadandırmı, yoxsa ki, bu sırf bizim DNT-mizdən irəli gəlir? Belə bir sual verdim. Good yemek. Oh my god. I'm sorry, right now my water time. Yakşen. Yakşen, 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 yakşen. Seni seviyorum. Seni seviyorum. Okay. You know what's my team name? Okay, so I'm prepared this song. Next song is my team songs. So if we know this song, let's together singing. Okay, let's sing it together. 긴장하지 마. 바보들이 봐도 좀 다른 느낌. 빡세게 들이받아 뭐든지 즐겨. 그렇지 않은 척. You're my lover. You're my lover. Easy, right? Okay, one more. 아쉽가라. You're my lover. Yeah, yeah. Okay. Okay, perfect.
Oh, okay. Sing it together. 아쉽가네. Okay, one more. 뜨거운 내 맘 보여줄게. Oh, thank you. Okay, guys. 시작과 끝에 네가 있어. You mean everything to me. 특별히 서로 찾아. Easy. Right? Okay, your time. Yes. One more. Yes. And then his fan is come to the back. And you. Huh? I want. 맨 길 가이다자. 귀여워. 기다려. 맨 길을 가이다자. 맨 길을 가이다자. One more. 맨 길을 가이다자. 맨 길을 가이다자. 세미세비랑. 맨 길을 가이다자. 세미세비랑. It's beautiful life. 너에 대해서 있을게. I love you. I wanna come back here. And go, and go, and go, and go, and go, and go. To be a one only mommy, I can be your only me today. Thank you so much. I love you. Yine görüşeceksiniz. Xüsusi qeyd edeyim, əvvəlcədən məlumatlandırdım. Su halları ilə şəkil çəkdirir. Deməli, konsertin əsas hissəsi bitib. İndi diskotekadır, K-pop parti hissəsidir və həmçinin də fan meetingdir. Just like crazy.
əslində bitməmişdi. Sadəcə mən biraz tez getməli oldum. Biraz başım ağrıdı sadəcə olaraq. Heç indi qulaqlarım eşitmirəm heç nə tam olaraq batdım. Amma hər şey möhtəşəm keçdi. Azərbaycanda ilk dəfə idi belə bir şey və həqiqətən də təşkilatçılar çox sağ olsunlar. Korean Shop Events Baku. Belə növbəti konsertlərədək biz isə gedirik evə. Əziz izləyicilərim, ümid edirəm ki, bu video sizin üçün maraqlı idi və biraz da olsa siz də özünüzü konsertdə hiss edə bildiniz. Bu videonu bəyənib dostlarınızla bölüşüb və rəy bölməsində də fikirlərinizi yazmağı unutmayın. Növbəti videoları da qaçırmamaq üçün kanala da abunə olmağı unutmayın. Sonadək izlədiyiniz üçün çox sağ olun. Sağ olun.